Videonu izləyən hər kəsə salam. Bəzən MİQ və sertifikasiya imtahanlarında belə bir sualla qarşılaşa bilərik ki, qoşma aid olduğu sözdən ayrı işlənə bilərmi? Bunun fərqli məqamları var. Bu günlərim onlardan bir məqamı izah eləyəcəm. Bəli, qoşma aid olduğu sözdən ayrı işlənə bilər. Hətta o söz olmadan da işlənə bilər. Onda belə çıxır ki, deməli biz qoşmaları cümlənin əvvəlində də işlədə bilərik. Çünki bilirik ki, qoşma ismin hər hansısa bir halına qoşularaq ondan sonra işlənməlidir. Amma bəzi məqamlarda o hal olmadan, həmin halı qəbul eləmiş söz olmadan qoşmalar cümlədə işlənə bilir. Deməli ki, qoşmalar eyni zamanda cümlənin əvvəlində də işlənə bilər. Gəlin buna nümunə üzərində baxaq. Baxın, məsələn, burada uğrunda qoşması var. Birinci cümləmizdə. Uğrunda çox canlar fəda edildi bu torpağın. Baxın, burada uğrunda. Əslində, burada torpağın uğrundadır. Bu torpağın uğrunda çox canlar fəda edildi. Belə işlədilməlidir, amma biz qoşmanı uzaqlaşdırıb, cümlənin əvvəlinə aparıb, aid olduğu sözdən ayrı işlədə bilmişik. İşlənə bilibdir, yəni qoşma. Barəsində fikir bildirmək istəməzdim. Barəsində qoşması. Məsələn, onun barəsində, nə bilim, mən öz müdirim barəsində adlıq yəlik halın qoşmasıdır. Aid olduğu hal olmadan, ümumiyyətlə cümlədə də işlənmədən müstəqil şəkildə qoşma işlənibdir. Haqqında bəzi məlumatlar toparlaya bilmişik. Burada da haqqında qoşması var ki, bu da cümlənin əvvəlində yenə adlıq yəlik halın qoşmasıdır. Cümlənin əvvəlində özünə aid olan hal olmadan işlənə bilibdir. Yaxşı, bu çoxmu işlənən bir məqamdır? Xeyr, çox işlənən bir məqam deyil. Sadəcə qoşmalarda yavaş-yavaş müstəqilləşmə, müstəqil leksik semantik məna qazanma prosesi gedir bəzi qoşmalarda. Burada işlətdiyimiz həmin 3 qoşma da onlardan həmin sıraya daxil olan qoşmalardır ki, ona görə də tək işlənə biliblər. Yəni aid olduqları söz olmadan cümlədə onlar işlənə biliblər.